Motor çəkilişdəyik. Oy! Konuşma lan! Aygün Şükürova, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram. Yeni layihəniz uğurlu olsun inşallah. Çox sağ olun. Şükürova Aygün Loğman qızı. Bəli. Özünüz haqqında zəhmət olmasa Aygün Şükürovanın zaten sosial şəbəkələrdən daha çox tanıyırlar. Necə tanıyırlar? Yəni şən, şıltaq, sevgi qadınıyam. Ne diyor bu ya? Şimdi anlarız. Yəni həyatı çox sevirəm. Elə verilişiniz də deyəsən yumor verilişidir. Çox gözəl. Yəni elə Aygün Şükürova. Öyle mi? Bəli, 100%. bəzi verilişlərə rəğmən, yəni bizdəki veriliş tamam fərqlidir. Verilişdə tam sərbəst olurlar. Sen ne anlatıyorsun be abi? Amma verilişdən qıraqda ciddiliyi qoruyurlar. Amma bizdə verilişdən qıraqda da, veriliş vaxtı da yəni tam sərbəstlik. Bəli, səmimiyəm. Necə oldu ki, müğənnilik sənətinə gəldiniz? Müğənnilik çətinliyi ilə çox suala veriblər. Nə bilim, uşaqlıqdan elə sevmişəm müğənniliyi. Bugünkü gündə də az-çox çalışıram ki, tanınıram. Hər kəsin həyatında olur da çətinlik, keşməkeşli yollar, əziyyətli yollar. Mən də elə. Hamı necə, mən də elə. Tamam. İnandım tamam. Sizi istəyənlər çoxdur, istəməyənlər. İstəyənlər var. Bugünkü gün sanki irəli getdikcə sevməyənlər daha çox alır. Sizi sevməyənlər sənətinizə aid olan insanlardır, yoxsa necə? Var, bəli. Var. Bizim həmkarlardan da var, qeyri də var. Hansı ki, yorumlarda falan yazırlar. Bəs ailədə necə? Ailədə də yəqin ki, sevirlər də. Neçə uşaqsınız ailədə? 3. 2 qız, 1 oğlan. Bəli. Ailənin ən böyüyü yəqin ki, sizsiniz. Yəni elə yaşım çox deyil ha, lap mənim böyüdüm mən. Aygün xanım, bu günə qədər radara düşdüyünüz günlər olub. Radara necə? Yəni rol arxasında yoxsa həyatda? Olanda olur, çox olur. Ən çox rol arxasında olur. Çünki biz məclisə falan gedirik də. Özdəki ballar da ki, heç də. Yəni çalışıram ballardan uzaq olum. Yenə də bal çox olur məndə. Aygün xanım, sevmədiyiniz müğənnilər var? Mənim sevmədiyim yox. Yalan. Sevmədim, deməzdim. Hər kəsə hörmət yanaşıram. Amma özümü xanım müğənnilərdən, məsələn, öz həmkarlarımdan, mən bunu canlı açanda deyirəm, yəni məni qınamayın. Sadəcə olaraq öz işimə məşğulam və özümü çox sevirəm. Bu məncə yaxşı bir haldır. Heç kəsin də işim yoxdur. Bəs qalmaqal yaşamısınız? Çox. Kimlə? Sizcə kim nə olar? Ramin səndir. Qalmaqaldan uzağam. Amma hə, olur da. Adını demək istəmirəm. Koronadan qalma bir təsirdir bu, yoxsa nətər? Korona necə? Covid-19 Ha. ondan qalma bir təsirdir. Yox, ondan sonra xəstəliklər çoxalır. Ey güzel Allah. Ya yaratıyorsun bari takip et ya. Mənə yox, bəzilərini görsədim. Allah hər kəs ürəyinə görə versin. Belə gözəl deyim var doğrudan. Taydana verməsin, hə? Bizim ürəksiz insanlarla işimiz olmaz. Olubmu heç pul atan sizə? Pul atan deyəndə ki, valla, biz borc vermək temasını yığışdırmışam. Kiməsə tak pul verirəm, istəyəndə oluram pis adam. Ən çox nə qədər pulunuz batıb? Pulum var. Pulunuz batıb. Pulum olub. Bir şəbəkədə 5000 pul yandırmışam. Belə deyim. Siz pulu hər hansı bir oyun üçün yatızdırmışdınız? Yox, elə oyun yox. Birja oyunu, yəni ki, bildiyimiz birja oyununda bəli, yatırım eləmişdim. 5 il falan var, 5000 manat pulum orada yandırmışam. Ən çox nə qədər pul qazanmışsınız? Yox, qazancım şükür Allaha. Göz qabağında deyil. Yox, çıxar sözdə deyil. Yox, qazancım Allah bərəkət versin, Allah xalqımıza var eləsin.
Bildiyimizə görə, yəni mən bilirəm ki, mən də həmin bölgədən olduğuma görə mən bilirəm ki, Şirvanın divasısınız. Bəli. Necə qarşılanır? Necə qarşılanıram? Bəli, xanımlar tərəfdən xüsusən. Mən düşünürəm ki, çox insan, ümumiyyətlə Şirvan Aran zonasında çox insanlar məni sevir və mən Şirvan Aran zonasında diva adındakı özümə verməmişəm də. Yəni orada mənə o adı deyiblər. Yəni bunu bilənlər bilir. Mən bilirəm. Bizim də divamız Aygün Kazımovadır. Çox sevirəm onu, uşaqlıqdan sevirəm. Yəqin xəbəri var. Yəqin, bəlkə də olar. Aygün xanım, incəsənətdə edam fərmanı olsaydı, kimi edam etdirərdiniz? Oo. Kimi edama? Hə. Valla edam kimi düşünmürəm. Biraz bu yeni gələnlər ki var, söhbət yaşdan getmir də, sənətdən gedir. Tutaq ki, kimsə təzə başlayıb da, ifaçılığa, belə deyək, yaxşı eləyib, normal qarşılayıram. Ancaq biraz o sənətdə böyük, kiçik, belə şeylər var ki, onları nəzərə almalıdırlar, hörmət qoymalıdırlar. Mən bilirəm, sən demək olar ki, gənc yaşlarımızdan biri bilmirsən. Bəli, bəli. Yəni o vaxtdan da bu günə qədər mən sənin belə deyim, hansısa böyüyə hörmətsizlik elədiyini görməmişəm. Heç vaxt. Çünki mən ailədən gəlir o tərbiyə, mən ailəmdən elə tərbiyə almamışam. Deyilənə görə siz yaxşı adam oxşuyursunuz. Elə yaxşı adamam da mən, yaxşı adam rast gəlmirsə. Bizim üçün ilk öncə indi hansı musiqini ifadə edirsiniz? Hansı musiqilərimi sən daha yaxşı bilirsən də, mənim rejissorum sənsən ki. Bəlkə mənim çəkdiyim kliplərdən birini verəyəm də ekranda. Olsun, sonuncu. Bal dodağından. Ki sevir yar məni hər an dodağından, canıma can gələr ki inan can dodağından. Duysam ki sevir yar məni hər an dodağından, canıma can gələr ki inan can dodağından. Gün çöhrəsinin ətrini anlam görüşəndə, ətir saçılar hər yana əlvan dodağından. Gün çöhrəsinin ətrini anlam görüşəndə, saçlar her yana elvan dodağından. O gül üzünü xəstəsiyəm səni sevəndən, dərdimə əlac istərəm dərman dodağından. O gül üzünü xəstəsiyəm səni sevəndən, dərdimə əlac istərəm dərman dodağından. Xoş sözlər istərəm o şirin dilindən, bir sevgi istərəm ilham dodağından. Hoş sözlər istərəm o şirin dilindən, bir sevgi istərəm ilham dodağından. İstərsə əgər eylərəm bu canımı qurban, verəm canımı dilərsə inan dodağından. Eğer eylərəm bu canımı qurban, verəm canımı dilərsə inan dodağından. Bir bu sevilərsənsə əgər şövqünə yardan, yox söyləyərək etməsə pişman dodağından. Bir bu sevilərsənsə əgər şövqünə yardan, yox söyləyərək etməsə pişman dodağından. O gül üzünü xəstəsiyəm səni sevəndən, xəstəsiyəm səni sevəndən, dərdimə əlac istərəm dərman dodağından. Xoş sözlər istərəm o şirin dilindən, bir sevgi istərəm ilham dodağından.
Çox gözəl mahnı idi. Həqiqətən bəyənilsin. Teşekkür ederim, yenidir. Nə vaxt zapt eləmişsiniz mahnını? Bu mahnı sonuncu zapisimdir. Onlar da bir ay falan olar. Tağı Salihoğlu'nun mahnısı daha doğrusu. Teşekkür ederim ki icazə alıb. Sosial şəbəkədə paylaşmışam. Tağı müəllimin icazəsini. Son zamanlar çox belə deyim də, türklər demişlər, saçma sapan mahnılar çıxır. Aha. İndi bildi o addım-addımdan başlayaq. Eşitmisiniz yəqin onu. O mahnı deyil ki. Mahnı kimi qələmə veriblər. Gəl mənə addım. O sosial şəbəkə üzərində mən elə mahnıları mahnı kimi qəbul eləmirəm. Sonra biri də çıxıb sadəcə olaraq adam tanır onda deməyə. Bildim aslında gedir. Sadəcə olaraq Yo adını deyin də niyə ki? Mən deməyəcəm onun adını. yox, xanıma böyük hörmətimiz var, sözsüz. Amma mahnı niyə yerənçinə çıxdı? Kəmalə Günəşli. Niyə o mahnını çıxartdı? Sadəcə kəlmələri düz deməyib, əslində başqa cür danışır orada. Kəlmələr başqa Kəlmə cür. deyəndə ki, mahnı yəqin elə yazılıb da. Yox, orada məsələn hezalar düz görməyib studiyada. Onda səs rejissoru fikir verməyib ona. Bəzən olur da rejissor onu qəsdən elətdirir. Görür ki, kəşfiyyətdədir xanım. Onları qəsdən elətdirir ki, yenidən sosial şəbəkəni ələ alsın. Amma nə bilim, o mahnı açığı mən də bəyənmədim. Yox, mən də bəyənmədim. Mənə də gəlir ki, ən azından biraz ayırdı da. Bəli, elədir. Siqnal da gördüm. Aha. Siqnal da verdi ki, olmaz. Yəni o 18 plus deyil, 50 plus o mahnı. Vallahi. Olar. Nə bilim. Elə bir mahnının montajı sizin üzərinizdən versələr nə reaksiya verərsiniz? Mənim üzərimdən o mahnını mən oxumamışamsa necə verə bilərlər ki? Plagiat. Olur da. Yo, reaksiya deyən ki, nə bilim, yo, elə bir şey eləmirəm. Prosta mən bəyənmədim də. Duram məsələn məclisdə oxuyam, ona vloqlar çəkəm. Yəni o mahnıya vloq çəkə bilmərəm. Mənlik deyil. O mahnı blokluq da o. Vallahi. O mahnı yaşlı. Məni təzədən dalaşdırma Kəmali ilə, dalaşdırma. Yox, Kəmalə xanımla nə işimiz var? Sadəcə olaraq mahnı deyir də öz aramızda. Düzdür. İndi bir gün qismət olar, xanımın özünü dəvət edərik, bir açıqlama gözləyərik. İnşallah gələr yəqin. Sizin bizə deyəcəyiniz bir söz varmı? Sizə dəvət üçün yalnız sizə təşəkkür edə bilərəm. Sən onsuz da mənim kamera arxasında oturmuşsan, səni görmürlər də. Sən mənim onsuz illərimin dostusan. Elə siz də həmçinin kollektiv var olun, doğrudan da. Çox böyük zövq aldım verilişinizdən. Xeyirli uğurlu olsun, bərəkətli olsun, baxımlı olsun inşallah. Dəvət elərsiniz, bir müddət sonra yenə gələrəm. Özdə şedevr gələcəm ha. Çünki mən divayam. Bəli, bəli. Verilişdə nəyi bəyəndiniz, nəyi bəyənmədiniz? Bəyəndim. Çox fikirləşdin, elə bil. Yox, bəyənmədim falan heç nə, bəyəndim. Elə verilişin yumorunu çox bəyəndim. Çox sağ olun Aygün xanım, gəldiyiniz üçün təşəkkür edirik. Təşəkkür ederiz, çox sağ olun, razı olsun. Çox sağ olun, qarşılığıdır. Bağışda zəhləvizə tökdük bu qədər. Sən də Xoşdur. Layihə rəhbəri olaraq sən də bağışda ki, sən də zəhləvizə tökdük. Təşəkkür edirik, gözəl xanım. Minnətdaram sizlərə, təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Var olun. Var olun. Təşəkkür. Ne güneş ne ateş beni sen yaktın. Ne hasret ne gurbet beni sen vurdun. Hem yazım hem kışım baharım oldun. Duysa nasıl sevdiğimi melekler ağlar. Hem yazım hem kışım baharım oldun. Duysa nasıl sevdiğimi melekler ağlar. Sensiz geçen akşamlarda geceler ağlar. Pusu kurmuş yalnızlıklar saçar ağlar. Bilse nasıl özlemişim gök kubbe ağlar. Duysa nasıl sevdiğimi melekler ağlar. Sensiz geçen akşamlarda geceler ağlar. Pusu kurmuş yalnızlıklar saçar ağlar. Bilse nasıl özlemişim gök kubbe ağlar. Duysa nasıl sevdiğimi melekler ağlar.
yoktu